Ona görə sünnə Quran-ı Kərimə izahdır. Quran-ı Kərimi şərhdir. Quran-ı Kərim sənin əlivə 14 əsrdə belə gəlib düşmüb ki, kitab kimi. O əllərdən əllərə keçib. Necə sünnə əllərdən əllərə keçib. Eyni əllər Quranı nəql edib, necə eyni əllər Quranın kitabın sünnəni nəql edib. Eyni dillərdir, eyni əllərdir. Aydındır, İbn Abbas eşidib Peyğəmbər sallallahu aleyhi ve sellem'ə oxuyub. Tələbəsi ondan İkrimə eşidib və yaxud da Ata və ya Tavus və ya Mücahid başqa tələbələri eşidiblər, oxuyublar. Olan tələbələri eşidiblər, oxuyublar. Olan ki eşidiblər. Belə gəlib. Biz Quran-ı Kərimin bizə gəlib çatma usulunu tilavətən, oxunuş formasında, həmçinin yazı şəklində necə sahabələrdən qəbul edirik, eləcə də anlayışını da onlardan qəbul edirik. Öyle çıxır ki, onlar anlamayıblar. Sadəcə olaraq robot olublar. Deyiblər, Elhamdülillahi Rabbil Alemin, Ar-Rahmanir-Rahim, Maliki Yevmiddin. Başa düşməyiblər. İzah da verməyiblər. Və mallarının miqdarı nə qədərdir bilməyiblər. İzah verməyiblər. Yəni, haqqun ma'lum və fi envalihim haqqun ma'lum. Mallarında məlum olan haqq var. Lis-sailə vəl məhrum, istəyənə və məhrum olmuşda, yəni imkanı olmayana haqqun məlum yoxdur. Onlar biliblər, sünnəyə qayıdıblar, öyrəniblər Peyğəmbər sallallahu aleyhi ve sellemdən. Allah Teala Quran-ı Kərimin tilavətindən danışdığı kimi, həmçinin sünnənin tilavətindən danışıb Quranda. Sünnədə tilavət olunub. Allah Teala Quran-ı Kərimdə Əhzab surəsində buyurur ki, Peyğəmbər sallallahu aleyhi ve sellemin zövcələrinə deyir, evinizdə Allahın ayətlərini oxuyun və hikməti oxuyun. Deməli, Allahın ayətləri və sünnə danışılırdı yəni Peyğəmbərin evində. Sünnə danışılırdı və oxunurdu. Aydındır, deyilirdi. Evinizdə Allahın ayətlərini və hikməti oxuyun. Dedi ki, Allahın ayətlərini, hikməti, yəni hikmət deyən Allahın ayətlərini oxuyun. Məna odur. Aydındır. Ona görə biz fikir versək bu fikrə, bu ağla, İslamı yerindən dağıtmaq üçün. Bunlar o məzhəbə, o fikrə qulluq edirlər. Aydındır. Ona görə sünnə Quranın izahı, Quranın şərhidir, lüğət yox.